Salam, hər kəs xoş gördük bizim Toylar kanalında yeni maraqlı bir video ilə yenidən qarşınızdayım. Bugün hava həqiqətən də çox əladır. Adama çox motivasiya verən bir havadır, işləmək həvəsi verən bir havadır. Toyuqlarımın da vəziyyəti hazırda belədir. Bilmirəm, folluqlarda vəziyyət necədir? Gedib indi folluqlara da biraz baxaq. Amma gün ərzində nə edəcəm? Bu videoda ümumiyyətlə nələri paylaşacağam sizlərə, onu da söyləyim. Videonun sona qədər izləyin. Sürümüzə yeni qatılanlar var. Onları da videonun irəliləyən dəqiqələrində görəcəksiniz. Və düzələrimin artıq yerini dəyişəcəm. Və əlavə olaraq bura indi kələmlər almışam. Onları da göstərəcəm sizlərə. Və biraz yaşıllıq da edib buralardan asacağam. Həm düzələrimə, həm toyuqlarıma kələm verəcəm. Amma ilk öncə gedə görə folluqlarda vəziyyət necədir? Toyuqlarımın ümumi vəziyyətini də göstərim sizə. Və hinimizin işığını yandıraq ki, folluqları rahat sizlərə göstərə bilim. Sürümüz demək olar ki, yenilənib. Bir-iki qoca toyuğumuz var. Səhər yeni asılı belə bunlar üçün artıq folluqlarda 2 toyuğumuz var. Ördəklərimiz də maşallah olsun ki, durmadan yumurta qoyur ördəyimiz. Bizim Kuban ördəklərimiz. Folluğunu da göstərim sizə. Axşamlar gəlib baxanda görürəm örtülüb. İndi hal-hazırda vəziyyəti belədir. Əlimi də vurmuram, qoy. İnşallah yəqin ki, kürt düşər. Əvvələ yumurtalarını götürürdüm. Sonra yoldaşlardan biri rəylərdə yazdı ki, yumurtaları toxunmayın, götürməyin. İnşallah ki, kürt düşər. Ona görə də çox toxunmuram. Həm ördək yumurtası da belə çox istifadə etmirik. Artıq yaz gəlib. Ağız da belə tumurcuqlanıb. Bəziləri artıq gül də açıb. Hazırda ördəklərimizə və toyuqlarımıza qara una keçmişik. Müəyyən qədər qara un veririk. Yumurta məhsulları toyuqlarımın həqiqətən də yaxşıdır, şükürlər olsun. Hava qızındıqca, istiləşdikcə yavaş-yavaş yumurta məhsulları da artır. Artıq sürümüzdə bu xoruzumuz hökmdarlıq edə bilmir. Bu xoruzumuzdur hökmdarlıq edən. Sizlərdə yumurta məhsulları toyuqlarınızın necədir? Bunu da rəy bölməsində qeyd edin və kanalımıza hələ də abunə deyilsinizsə abunə olun. Bu bizim üçün böyük motivasiya, dostlar, dəstəkdir. Dəstəklərinizi inşallah gözləyirəm. 50.000 abunə olmamıza çox az qalıb. Biraz dəstəklərinizi versəz əla olar. İndi orada kələm almışam. Sirkəmiz bitmişdi. Sirkəli su hazırlayacağım. Yenə toyuqlarıma verəcəm. Və yaşıllıqlar edəcəm. Sonra yeni qatılanlar var sürümüzə. Yeni balaca, şirin sürümüzün yeni qatılımcıları var. Onları göstərəcəm sizlərə. Videonu izləyin, bəyənin dostlar. Keçək o bir hissəyə. Düzələrim də məndən yem gözləyir. Toyuqlarımızın yemi vermişik. Və dediyim kimi düzələrimizin yerini dəyişəcəm inşallah. Burada bizim kələmlərimiz var. Yemlərimiz var burada. Düzələrimi artıq buradan budama, bu qabdan, bu qutudan çıxardacağım inşallah. İnkişaflar göz qabağındadır, maşallah olsun. Bir maşallahınızı alaram rəylərdə. İndi məndən yem gözləyirlər. İlk öncə qablarını təmizləyəcəm. Və burada bir səliqə saxman yaratmalıyam. Orada yonca preslər var. Onları biraz səliqəyə salmalıyam. Hava yavaş-yavaş qızdığına görə artıq bunları burada saxlamağın mənası yoxdur. Görə necə reaksiya göstərəcəklər bu ətrafa. Bunların bu yerləri mütləq təmizləmək lazımdır. Qabların yem verməmişdim əvvəl. Hər gün demək olar ki, dostlar, təmizləyirəm. Burada da bizim zovlarımız var, danalarımız var. Bunları da göstərmək istədim sizlərə paylaşmaq istədim. Keçək indi öz işimizə. Burada biraz səliqə saxman yaradaq. Yem qabların çox çişləyirlər. İndi onları oradan çıxardacağım, yem qabların. Nə yem verirəm, onları da göstərəcəm sizlərə. Artıq yəni bunların buradan çıxma vaxtıdır. Həm çünki bu balaca yeri tez çişləndirirlər. Genişlik lazımdır artıq bunlara. Mən videonu dostlar burada saxlayıram. İşi biraz sürətləndirmək lazımdır məncə. Artıq dostlar yemlərini gətirmişəm. Və sirkəli sularını da
belə hazırlamışam. Qablarını da artıq dəyişirəm. Bu da bunların sirkəli suyu. Artıq bir ikisi yerə düşməyə başlayır. Bu da düşmək istəyir, amma düşməyib belə. Yavaş-yavaş artıq bunların yemlərini verməyə başlayacağım inşallah. Dostlar, cüzələrin hamısını artıq çölə çıxartmışam. Buradakı yemi bitirdilər dostlar. O biri yemlilərə heç baxmırlar. Hələ yeni öyrənirlər buraları. Burada da yemlər var. Hazırda belə bir yem verirəm cüzələrimə. Onu da sizlərlə paylaşım. Və əlavə olaraq gün ərzində kəsmiyi də dostlar verirəm. Kəsmiyi də həqiqətən də çox sevirlər. Sizlər cüzələrinizə nə verirsiniz? Ümumiyyətlə immunitetlərini gücləndirmək üçün hansı vasitələrdən istifadə edirsinizsə, rəy bölməsində zəhmət olmasa qeyd edin. Bilməyənlər də yararlansınlar. Artıq eşələnməyə başlayıblar. Və hətta bəziləri artıq yem paketinin içərisinə də girib. Amma əslində qarşılarında yem çoxdur. Deməli dostlar, bunlar da bizim sürümüzün yeni qatılanlardır. Burada 5 ədəd belə bir ördək var. Görünür ki acıb. Harcı 1 saat da almışam bunları bazardan. İndi yemlərini də almışam, sularını da hazırlamışam. Bu da bunların yeni yerləri. Ördəklər həqiqətən də cüzələrə baxanda biraz daha aktiv olurlar balaca vaxtda, amma bunları biraz sudan müəyyən qədər qorumaq lazımdır. Cüzələrin köhnə yerinə saldım, samanlarını dəyişdim. Yeni samandır burada. Yem yeyəcəkləri yerdə. O biri tərəfdədir. Buradan göstərim sizə. Bu da bunların yerləridir. İndi biraz yem gətirib, yemdə verən bunlara görə yemə necə reaksiya göstərəcəklər. Ümumiyyətlə, ördək saxlayan qardaşlar, yoldaşlar, ördək balalarına necə baxırlar, rəy bölməsində qeyd etsinlər. Bizlər də yararlanaq. Burada da bizim əkdiyimiz göyərti var dostlar. Yavaş-yavaş artıq göyərtilərimiz və zəhridir bunlar. İnkişaf etməyə başlayıblar. Yavaş-yavaş çıxırlar, düzərirlər. Burada limon ağaclarımız var idi. Yanıb, qardan sonra hər ikisi, 2 ədəd limon ağacımız var idi. Hər ikisi qardan sonra yandılar. Görək bəlkə inkişaf edər, yarpaqları hazırda yanmış kimidir. Burada bəzi ağaclarımız isə amma tutub. Hazırda yaxşı vəziyyətdədirlər. Aferin sənə. Bırax keçsin, əzmə taşı. Baxın. Nə heyvan tutub? Hansı həşəratdır da? Gedək indi. Bu da bizim ördəklərimizin yemidir. İndi biraz qablarına əlavə edəcəm. Əlavə olaraq yumurta da verəcəm elə dostlar. Biraz mayalansınlar. Məncə yetərlidir bu. Gün ərzində yeyəcəklər. Dostlar, ördəklərin də yeri rahat olduğunu gördükdən sonra artıq digər işlərdə keçə bilərəm. Gedək indi toyuqlar üçün biraz ot yığaq və hətta cüzələrimizə də verək. Bu da dostlar, toyuqlarımın yaşıllığı olan sevişisi. Əvvəllər açıqlıqdaydılar. Yəni gün ərzində yaşıllıqla tez-tez təmasda olurdular. Hazırda özüm belə gətirməliyəm, yaşıllığı belə verməliyəm onlara. Yığıb belə gətirirəm, demək olar hər gün. Bunlar da belə yeyirlər. Hazırda görürsünüz toyuqlarımın yaşıllıq sevdasını. Belə otu hinin hər tərəfinə belə səpdim. İndi toyuqlarım
ot keyfindədirlər. Belə otu yeyirlər. Burada biri var. O da kələmi çox sevir. Görmüş olduğunuz kimi kələmi belə toyuqlara vermək istəmir. Çox sevir kələmi. Kələmin birini belə asmışıq hazırda. Biri də Nihat bəyin əlindədir, amma nədənsə deyir toyuqlara vermək istəmirəm. Bilsəydim kələmi daha çox alardım ki, o da belə yesin. Həqiqətən də kələm immun gücləndiricidir, xəstəliklərdən qoruyur, istər heyvanları, istər insanları. Ona görə də belə kələm, belə təbii qidalar həm uşaqlara, həm böyüklərə çox xeyirlidir. Toyuqlarımın da başı hazırda bu yaşıllığa qarşı. Düzələrimi heç nə vermək istəmədim, yaşıllıq vermədim. Çünki başları qarşı burada yeni yerlərin kəşf edirlər. Ona görə onlara yaşıllıq vermək istəmədim elə. İnşallah biraz da yeni yerlərini kəşf etsinlər, biraz da eşələnsinlər oralarda. Ondan sonra yəqin ki onlara da belə kələm, sonra yaşıllıq verəcəyəm. Nuş olsun. Sən də sağ ol. Dostlar, demək olar ki, artıq videomuzu burada yekunlaşdırırıq. Videomuz burada bitdi. Gəlmişkən bir də folluqlarımıza da baxaq. Görək folluqlarımızda bayaq toyuqlarımız var idi. Görək yumurtayıblar yoxsa yox. Hazırda bu qaranlıqda bir toyuğumuz var. Burada da 2 yumurtamız var artıq. Burada bir yumurtamız var, qaranlıqdır. İşığı yandırmadım, buranın ışığını yandırmadım. Videonu artıq bu notlarla bitiririk. Gün təzə başlayıb. Günə artıq 20 yumurtaları görürük. İnşallah yəqin ki 20 yumurtanı da keçərik. Bizi izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah yeni videolarda görüşərik. Özünüzü qoruyun, Allah'a emanet olun. Kanalımıza dəstək olun dostlar. Allah'a emanet olun. Hələlik.